Salam, hamınızı xoş gördük. Bu gün mətbəxdə badımcan ikrası hazırlayıram. İkra növləri çoxdur. Yəni bir neçə növdə ikra hazırlanır. Mən də özümə aid olan bir növdə hazırlayıram. İkra əsasən bilirik ki, İtalyan mətbəxinə aid bir yeməkdir. Ən çox da onu ruslar və gürcülər hazırlayır. Bizdə də kifayət qədər hazırlayanlar var. Yəni ikranı pomidorla, qırmızı biberlə və yaxud da doğramaq üsulu ilə soyurlar, hərə bir cür eləyir. Mən də öz bildiyim kimi hazırlayıram və sizə təqdim edirəm, əminəm ki, bəyənəcəksiniz. Bir porsiyon bizə nə lazımdır? Bizə lazımdır 5 kiloqram badımcan, 2 kiloqram şirin biber, 2-3 ədəd acı biber, 1 kiloqram kök, 1 kiloqram soğan, yarım litr günə baxan yağı və bir banka, təqribən 750 qramlıq bankadır, 700 qram tomat pastası. Tomat pastası reklam olsun deyə firma adı çəkmirəm, yerli məhsuldur. Amma alarkən çalışmaq lazımdır ki, üzərində 20%li yazısı var. Onu sizə göstərmək istəyirəm. Yəni 20% yazısı var. Bu nə deməkdir? Bu deməkdir ki, bu tomat pastasının tərkibində olan quru maddələrin faizi çox aşağıdır. Yəni pomidordan çox istifadə olunur. Bunun tərkibində pomidor daha çoxdur. 75-80%li tomat pastaları var ki, quruluq faizidir. O onu göstərir ki, bunun qatqısı, əlavə qatqılar var tərkibində. Başqa quru maddələrdən istifadə olunur. Sarımsaqdan istifadə eləmirəm, pomidordan istifadə eləmirəm. Bir çəkicə duz istifadə eləyirik. Kökü nəyə görə vururam? Kökü ona görə vururam ki, badımcanın rəngi bir qədər tünd olur, həm şirin olur, acılığını itirir, həm də ki, rəngi çox xoş olur. Yuyub saplaqlarını kəsdiyimiz badımcanları listə yığıb sobaya qoyuruq. Bunu niyə görə eləyirik? Həm qabıqları yaxşı çıxsın, həm də sobada qızarıb kabab dadı verəcək. Bunu közdə də eləmək olar, manqalda daha yaxşı, çox gözəl dadı olur. Və indi badımcanları sobada qızardırıq. Soğanı doğrayıb ət çəkən maşında çəkirik. Ət çəkən maşın yaxşı olar ki, əldə çəkilən olsun. Onda soğanın suyu az çıxır, soğan az əzilir və daha dadlı olur. Əgər yoxdursa, eyb yox, elektrik ət çəkən maşında da çəkə bilərsiniz. Artıq badımcanlar gördüyünüz kimi qızarıb, çox qəşəng də ətri var və soyuyublar. Soyudu, bax belə bütün qabığını soyuruq. Çox asan və çox asan soyulur, rahat soyulur. Gördüyünüz kimi qızarıb. Bu qızarmış dad ikraya çox gözəl dad verəcək, ətir verəcək. Çox yaxşı pişib və bunu təmizləyirik. Digər badımcanları da ilə bir-bir hamısının qabığını soyuruq. Biberləri də təmizləyib ət çəkən maşında çəkirik. Soğanı, çəkilmiş soğanı ələyin içinə tökürük ki, acı suyu çıxsın. Və yaxud bunu marli ilə də eləyə bilərsiniz.
bir az acı suyu çıxsın ki, həm sulu qalanda qızarmır soğan, yaxşı qovrulmur. Soğanı yağın içərisinə əlavə edib qovururuq. Kökü də təmizləyib ət çəkən maşından keçiririk. Qabığı soyulmuş badımcanlar acısını, şirəsini buraxıb və bir-bir ət çəkən maşında çəkirik. Soğan göründüyü kimi rəngini bir qədər dəyişib, çox da qovurmaq lazım deyil və biberi əlavə edirik. Kökü də əlavə edib qatırıq. Biberlə kökü qatıb, qazanın ağzına qapaq qoyub pişiririk. İkranı lam odda bişiririk. Artıq görürsünüz qaynamağa başlayır. Və çəkdiyimiz badımcanları da qazana əlavə edirik. Qatıb vam odda bişiririk. Qazana bir az duz əlavə edirik. Niyə görə az? Çünki ikraya tomat qoşacağıq. Tomat da biraz duzludur. Özünün şorluğu var. Ona görə duzu az əlavə edirik. Tomat vurulandan sonra duzuna bir daha baxacağıq. Artıq ikranın badımcanı, biberi, kökü yaxşıca bişib. 1 saatdan çoxdur ki qaynayır və üzərində gördüyünüz kimi yağlar üzərinə çıxmağa başlayır. 1 saat ağzı bağlı qapaq qoyub, amma tez-tez qarışdırmaq şərti ilə ikranı vam odda bişiririk və indi artıq tomatın əlavə olunmaq vaxtıdır. Tomatın qatılığını göstərmək istəyirəm. Tomatı indi ikraya əlavə edirəm. Tomatı da qatırıq. Elə vam odun üzərində 10-15 dəqiqə tomatla birlikdə bişiririk. Yaxşı-yaxşı qatmaq lazımdır. İkranı yaxşı-yaxşı qatırıq. Duzuna, istiyotuna baxırıq. Təbii ki, bu zövqə görə olan bir şeydir. Tomat pastası qatıldıqdan sonra mütləq duzuna baxmaq lazımdır. Və 10-15 dəqiqə vam odda yenidən bişiririk və son dəfədir artıq bankalara yığacağıq. İkra bişənə kimi mütləq bankaları yuyub təmiz qurutmaq lazımdır. İkranın bişib hazır olmasını, onun üzərinə bax belə yağların çıxıb ikranın üzərində dayanmasından bilmək olur ki, artıq ikra hazırdır. Bankalara yığa bilərik. Və bir də çalışmaq lazımdır ki, qazanın qapağını açanda qapağa yığılan suyu qazanın içinə tökmək olmaz. Yəni elə götürmək lazımdır ki, həmin o sular qazana tökülməsin. İkranı belə 700 qramlıq bankalara və yaxud da ki, belə maşınla bağlana biləcək bankalara bağlamaq lazımdır. Elə qaynar-qaynar bankalara doldururuq.
qapaq qoyuruq. Çalışmaq lazımdır ki, qapaqlar təzə olsun. Yəni işlənməmiş qapaqlar olsun. Bankaları sobanın listinə qoyuruq. Çox da doldurmaq lazım deyil, çünki qaynayıb qapaqlara bulaşa bilər. Və qapaqlarını bağlamırıq, boş qoyuruq. Sobada 200 dərəcədə 10 dəqiqə qaynadırıq, sterilizə edirik bankaları və sonra qapaqlarını sıxacağıq. Artıq ikramız hazırdır. Mənim bu hazırladığım porsiyadan 8 banka ikram çıxdı. İkranın rəngini baxa bilərsiniz. Pomidorla bişən ikralardan fərqi ondadır ki, ikranın tumu az olur, rəngi çox şux olur, gözəl olur, sulu olmur. Pomidorla sulu olur və tez qızqırmaq təhlükəsi olur. Tamaqla bişəndə belə olmur. Kök də görürsünüz, rəngini çox açıb, tünd deyil. Çox dadlıdır. Hazırlayın, əminəm ki, siz də bəyənəcəksiniz. Can sağlığı ilə yeyin. Kanalı izləməyi unutmayın. Sağ olun. Görüşənədək.